Klub 1997-ci ildə Polis Akademiyası və Qartal 95 klubunun birləşməsindən yaranıb. 1997-ci ildə Polis Akademiyası, 1997-2000-ci illərdə Dinamo adlandırılıb. 2000-2001-ci illərdə Bakılı Futbol Klubu ilə birləşib və Dinamo Bakılı adlanıb. 2004-cü ildən etibarən klub hazırki Bakı adını alıb. Yarandığı gündən etibarən göstərdiyi futbolla diqqətləri cəlb edən Zolaqlılar qısa vaxt ərzində qazandığı uğurlarla da azarkeşlərini sevindirib. Belə ki, 1997-1998-ci il mövsümündə Azərbaycan çempionatının ikincisi olan Bakı ilk titulunu 2004-2005-ci il mövsümündə əldə edib. Azərbaycan Kuboku uğrunda yarışların qalibi klub tarixində ilk böyük uğurdur. Növbəti 2005-2006-cı il mövsümündə isə komanda Azərbaycan çempionatının ən güclüsü adını qazanıb. 2006-2007-ci ildə ölkə daxili yarışda 3-cü olan Bakılılar hələ ki sonuncu Azərbaycan çempionluğunu 2008-2009-cu il mövsümündə qeyd edib. Növbəti mövsümdə isə Bakı klubu ikinci olaraq gümüş medallara sahib olub. Amma həmin ildə klub ölkə kubokunu ikinci dəfə baş üzərinə qaldıraraq mövsümü titulla başa vurub. Bakı eyni uğura 2011-2012-ci il mövsümündə də imza atıb. Ölkə kuboku uğrunda yarışların qalibi olması komandaya Avrokuboklarda oynamaq imkanı verib. Amma təəssüf ki, Avroliqa turnirinin birinci təsnifat mərhələsində təmsilçimiz Mura səddini keçə bilməyib. Avrokuboklardan söz düşmüşkən, Bakılıların Avropada debütü 2005-2006-cı il futbol mövsümünə təsadüf edib. UEFA Kuboku uğrunda yarışın birinci təsnifat mərhələsinin ilk oyununda Slovakiyanın Jilina komandası ilə Bakıdakı ilk maçda 1-0 hesabı ilə qalib gələn Bakı, cavab qarşılaşmasında 1-3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. 2006-2007-ci ildə Çempionlar Liqasının birinci təsnifat mərhələsində Gürcüstanın Sioni komandası ilə səfərdəki ilk oyunda 0-2 hesablı məğlubiyyət qeydə alınsa da, cavab maçında rəqibi məğlub etdik, amma 1-0 hesabı ilə. Bu isə iki görüşün nəticəsinə görə rəqibi növbəti mərhələyə çıxarıb. 2007-2008-ci il mövsümündə UEFA Intertoto Kuboku uğrunda yarışların birinci təsnifat mərhələsində mübarizəyə başlayan paytaxtın eyni adlı komandası Moldovanın Dacia klubu ilə qarşılaşıb. Moldavanlarla ilk oyun doğma Tofiq Bəhramov adına stadionda idi. Bakıdakı ilk maçda heç-heçə qeydə alınıb 1-1. Moldovadakı oyunun da əsas və əlavə vaxtı heç-heçə eyni hesabla başa çatdığı üçün qalib penalti zərbələri ilə müəyyənləşib. Bəxti üzünə gələn rəqibimiz 5-3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. 2009-2010-cu ildə isə Çempionlar Liqasının ikinci mərhələsində mübarizəyə başlayan Bakı, püşkatmanın nəticələrinə görə Litvanın Ekranas komandası ilə oynamaq hüququ qazanmışdı. İlk oyun Litvada 2-2 hesablı bərabərlik, cavab qarşılaşmasında isə 4-2 hesabı ilə komandamızın xeyrinə qeydə alınan nəticə təmsilçimizin növbəti mərhələyə çıxarıb. Növbəti oyun Avropada ortabab komandalardan sayılan Bolqarıstan Levskisi olmuşdu. Bakıda keçirilən ilk oyunda qolsuz bərabərlik qeydə alınıb. Cavab qarşılaşmasında isə rəqib doğma azarkeş amilindən maksimum dərəcədə yararlanaraq 2-0 hesabı ilə qalib gəlib. Bu nəticə ilə Bolqarlar UEFA Avropa Liqasının qrup mərhələsinə vəsqəni təmin etmişdilər. Bakı da bu uğura yaxın olsa da playoff mərhələsində İsveçrənin Basel klubuna 2 oyunun nəticəsinə görə məğlub olmuşdu. 1-0 və 1-4. 2010-cu ildə isə Bakı Avroliqa turnirinin ikinci təsnifat mərhələsində Çernogoriyanın Budaçnas klubu ilə üzə gəlib. Məlum səbəblərə görə ilk oyunda komandamıza texniki məğlubiyyət verilib. Səfərdə Bakılılar 2-1 hesabı ilə qalib gəlsələr də, bu növbəti mərhələ üçün yetərli olmayıb.